reytinglərində İlham Əliyev reytingi 76%. Son rəy sorğularında isə 95,1%. İlham Əliyev 2018-ci ildə reytingi 86%. İndi isə artıq inanın ki 100% yanında. Başqa yox. Yəni bu həqiqətən böyük bir şeydir. Xalq, dövlət, yəni millətin birliyi, prezident ətrafında birliyi, öz liderinə olan hörmət buna gətirib çıxar. Biz niyə görə onu istəyirik? Çünki ona güvənirik. Biz güvənirik ki bizim istənilən siyasətimizi çıxaracaq. Biz ona görə onu seçirik ki biz bilirik o güclüdür. O rəhbərdir, o liderdir. Biz ona görə onu prezident seçmək istəyirik ki o özünü heç vaxt heç kimdən asılı vəziyyətə salmır. Həmişə sözü üstədir və sözünə də əməl edir. Deyirsən, necə lidersən ki sözü əməl edilmirsən? Biz bilirik ki, ona görə onu istəyirik ki, o etibarlıdır. O unutqan deyil. Ona qarşı yaxşı olanı xalqını sevir. Həmişə də etibar edir. Təşəkkür edirəm. Allah bizim liderimizə can sağlığı versin. Sizə də can sağlığı versin ki, gedək səsimizi verək. Təşəkkür ederim. Son kimi üzr istəyirəm. Yadigar bəyə fürsətdən istifadə edib Əkinçi ailəsi haqqında Yadigar bəyə xanımlara istəyirəm. Əkinçi ailəsi rəhbəridir. Yəni biz sadə Azərbaycanlılardan təşkil olunmuş bir ictimai birliyi çalışırıq ki, təbii olaraq hansısa bir tədbirlər həyata keçirdək. Bu, məsələn, 2 ildə artıq fəaliyyətimiz var. Əsasən bu xeyriyyə aksiyası, burada xeyriyyəçi tədbirlər olur. 2023-cü ildə biz 53 adda tədbir keçmişik, fərqli. Onların 3-ü, 4-ü böyük tədbirlər olur. Arzuman müəllim sağ olsun, gəlib iştirak edir. Azərbaycan Dövlət Neft Sənaye Universitetində biz 50 nəfər şəhid övladına santa paylamışıq. 100 nəfər şəhid övladı üçün yeni şənlik keçirmişik. Qurban bayramında qurban kəsib paylanması, Ramazan bayramında iftar süfrəsinin oruçlular üçün təşkil olunması. Çox sayaram deyirəm, amma yəni vaxtınızı aldım. Sadəcə dedim ki, Azər müəllimi hardasa kənarda görəndə, nə bilim, Güllü xanımı görəndə, Nurlan bəy görəndə, yəni inanırıq ki, İlham Əliyevin rəhbərliyi ilə ki, bu dövlətimiz əmin-amanlıqla ki, yaşayacaq gələcəyə doğru, Əkinçi ailəsi də eyni əmin-amanlıq şəraitində Allah qoysa, xalqımızın birliyi üçün əlindən gələni eləyəcək. Təşəkkür ederim Əkinçi ailəsi sizə də. Allah sivar eləsin. Allah gördüyünüz işlər həqiqətən Əkinçi ailəsi gördüyü işlər çox möhtəşəmdir. Mən bu tədbirlərin çoxunda iştirak etmişəm. Və tale ilə gətirib ki, Əkinçi ailəsi üzvü Emin müəllim və Sevinç xanım biz bir yerdə həm də bugün inkişafda bir yerdə çalışırıq. Yəni bu insanların gördükləri işlər onlar öz vətəndaşlıq borcunu vətəndaş cəmiyyəti işləməlidir. Ancaq biz hər şeyi ölkə rəhbərliyində, kimdəsə tələb yox. Həm də vətəndaş cəmiyyətidir. Kimin ağlı varsa, istidadı varsa çıxmalıdır qabağa və işlər görməlidir. Bu baxımdan da Əkinçi ailəsinə biz təşəkkür edirik. Kəşki, yəni neçə il bundan qabaq mən Emin qardaşım arası gəlirəm. Çox, yəni şəhər yoldaşı kimi mən fəxr edirəm ki, mən yəni şəhər yoldaşı kimi fəxr edirəm ki, mənim qarşıma elə bir qardaş, elə bir ailə rast gəldi. Minnətdaram sizə. Çox təşəkkür ederim, var olun. Təşəkkür ederim. Arzuman müəllim. Ümumi şəkil çəkdirəcək.